Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaş bir kanalında salamlayıram. Bugünkü bizim dərsimiz print serverə həsr olunacaq. Print server nədir, necə paylaşılır, qrup polisi necə tətbiq olunur? Print server yoldaşlar şəbəkədə olan printerlərin mərkəzləşdirilmiş idarə olması üçün istifadə olunan bir server roludur. Məsəl üçün mən burada bir skem çəkmişəm. Təsəvvür edin ki, bu bizim avadanlığımızdır, yəni ya notebookdur, ya PC-dir və bizim ofisə bir printerimiz var. Əlbəttə ki, buna tutalım ki, təsəvvür edin ki, bunun Ethernet yeri yoxdur. USB ilə qoşulub. Siz bir-bir deməyəcəksiniz, gözlə mən öz USB-mi salam çap edeyim, sən gözlə. Əslində USB vasitəsilə share eləmək olar, sadəcə olaraq biraz çətin məsələdir. Mən öz praktikamdan deyirəm, nəticəsiz bir şeydir. Amma şəbəkə çıxışı olan printerlərdə əslində IP verib, driverləri bir-bir tanıtırıb çap eləmək olar. Yəni növbəsi şəkildə. Yəni sən gözlə mən çap edeyim. Elə söhbət yoxdur. Yəni ondan da əlavə təsəvvür edin ki, bizim 100 dənə istifadəçimiz var və ofisdə bir printerimiz var. Əlbəttə ki, bunun iki cür variantı var printerin quraşdırılması. Birinci növbədə IT əməkdaşı mütləq şəkildə hər bir kompüterə driverini və IP-sini yazmalıdır. O təbii ki, vaxt aparan bir şeydir. Həm də baxmayın, cihaz, istifadəçi, kompüter çoxdur. İkinci variant isə qrup polisi vasitəsilə siz hər hansı bir şöbəyə, məsəl üçün IT şöbəsinin öz printeri var, mühasibatlıq şöbəsinin öz printeri var. Orada qrup polisi tətbiq edərək avtomatik qrup polisi tətbiq olunandan sonra artıq printer driveri özü oturur və IP-si də avtomatik artıq sizin kompüterinizi yüklənir. Daha bir oturub gözləməyə ehtiyac yoxdur. Shared vasitəsilə, yəni network printer artıq network shared olunur. Onun üçün də serverimizdə deməli mən artıq qurmuşam. Burada add rows and features-a daxil olduğunuz zaman next-i vuraraq next. Burada biz seçirik print and document services. Next-i vuranda burada bizdə print management gəldi. Sadəcə olaraq mən artıq quraşdırmışam deyə məndə artıq burada var. Görürsünüz ki, print document servisi, print server. Orada close edirik və serverimizə bir dənə restart verməliyik ki, o otursun. Bəli, biz administrativ kodumuzla daxil oluruq. Bəli, və daxil olandan sonra artıq biz rolumuzu aktiv edəndən sonra biz daxil oluruq burada print management bölməsinə. Gördüyünüz kimi bizdə burada print management var. Bəli, print management bölməsində biz ilk növbədə, məsəl üçün, gəlin təsəvvür edək ki, bizim printerimiz HP-dir. Məsəl üçün, yekə HP-lərdəndir. Biz nə edirik ilk növbədə? Biz birinci o printersə daxil olaraq, gördüyünüz kimi burada Microsoft'un öz default olan printerlər üstündə gələn belə deyək. Biz sağ kliki vuraraq burada
Deməli, print management. Remove service var, migrate printers da var. Bu var bizə ehtiyac yoxdur. Burada deploy printers bölməsində deməli print serverimiz gəldi. Görürsünüz, bu bizim server. Görürsünüz, burada drivers da var, forms da var, ports da, printers da var. Bu yalnız artıq biz özümüz manual idarə edirik. İlk növbədə gələn printer əlavə edirik. Add printer bölməsinə daxil olaraq. Gördüyünüz kimi burada soruşur ki, şəbəkədə olan printer axtaraq. Bizə təəssüf olsun ki, indi hal-hazırda şəbəkədə printer olmadığı üçün biz məcbur, təsəvvür ki, ofisimiz təzədir, təzə konfigurasiya edirik. Biz burada hər şey özümüz manual verməliyik. Deməli, ilk növbədə biz burada add IPP, TCP və portumuzu əlavə verməliyik. Deməli, biz burada TCP IP device yazaraq hostname və yaxud da or IP adresi yazırıq. Deməli, gəlin o adını yazaq. Məsəl üçün, yazaq adını IT, birinci IP-sini yazmalıyıq ilk növbədə. Görək, birincisi bizim IP-miz nədir burada və ona uyğun bir statik IP verək. Aha, deməli, bizdə 192, 168, 140, 128. Gəlin buna verək 192, .168, .140, .200 gəlin verək. Next-i vuraraq portu tanıtırıq. Məsələn, statik IP-lər vermək ən gözəl variantı odur. Hər avadanlığı öz IP-sini vermək ki, biləsiz ki, artıq bu şöbənindir. Məsəl üçün, ikinci printer Canon mühasibatlığındır. Əslində siz birinci portu IP-ni buradan da verə bilərsiniz. Bura birbaşa IP-nin printerin adını da tanıta bilərsiniz. Yəni fərq eləmir. Sadəcə bu xana var, onun üçündür ki, biləsiz ki, portlar harda yerləşir, printerin adları harda yerləşir. Yəni bir formun içində deyil də, belə deyək. Bəli, tanıtımlardan sonra next-i vururuq. İndi biz prop üçün bir 2 dənə printer yaradarıq. Bəli, gördüyünüz kimi burada bizdə install new driver istəyir. Bizə hal-hazırda indi driver olmadığı üçün biz bunu ləğv edirik. Yəni, standart belə edirik sizinçə. Deməli, birincisi, gəlin portda taba. Burada gördüyünüz kimi standart Windows serverin özü portda komportlar, fayl və yapıcılar. Add port eləyək, standart TCP IP port eləyək. Printer name or IP adresi 192, 168, 140.200 yazaq. Bu birinci IP-ni rahat verək. Bəli, burada next-i vuraraq, finish-i vuraraq, close edirik. Bəli, bizim burada artıq portumuz yanıb. Düz 2 dənəsi yarandı, heç bir sıxıntı deyil. Birini silə bilərik. Bəli, bu bizim IP-imizdir.
Və indi gəlin printer əlavə edək. Add printer vururuq. Burada görürsüz mövcud olan portu əlavə etmək. Artıq bizdə hazır var deyə next vururuq. Yazır ki, adını new driver. Bəli. Birincisi, hər bir bilirsiniz ki, firmanın, hər bir produktun özünün driverləri var. HP-nin, məsəl üçün Canondur, Fuandır, Xeroxdur. Hər printerin özünə görə driverləri var və bildiyiniz kimi biz o setup quraşdıran zaman orada bir fayl olur, inf, avtoran.inf, çoxlarınız yəqin görmüsünüz. O fayl demək olar ki, əsas driverlərdən biridir. Yəni bura server zamanı qurulanda siz avtomatik da bütün o papkanı atmırsınız. Sadəcə info. Məsələn, gəlin təsəvvür edək ki, bu bizim HP-dir. İndi burada generikdə. Bu bizim HP printerimizdir. Bu da HP modellərdir. Məsələn, mən seçirəm bunu və yaxud da burada have diskdən də siz burada faylın özünü də ata bilərsiniz. Düzdür, indi bax görürsünüz inf faylı istəyir. Inf setup.inf. Onu burada seçəndə artıq sistem görür ki, məsələn, HP 130 printeri, aha, driver var. Next edir və quraşdırır. İndi bizdə driver olmadığı üçün gəlin məsələn götürək ki, bu Microsoft'umuz bizim HP-dir. Bunun da modeli məsəl üçün nə bilim yekə printerlərdəndir. Next-i vuraraq adını. Gəlin adını belə yazaq. Yazaq ki, printer office 1. Görürsünüz burada var. Share this printer. Printerin də adını biz belə paylaşırıq ki, görsünlər ki, mötərizədə hop yaza bilərsiniz IT. Yəni bilsinlər ki, hə, birinci printer IT-yə aiddir. Next-i vuraraq, next vurduq. Görürsünüz, driver falan yazıldı. Göstər. Bəli, bizim artıq burada printerimiz var. Təzədən vururuq bunun üstünə, görək bu shared olunub. Gördüyünüz kimi artıq bizə manage sharingdə share olunub. List in directory-də qoyun ki, o share edəndə görsün. İndi gəlin biz öz user'ımıza qaydırıq. Bizim burada bildiyiniz kimi test user'ımız var. Bir ping ataq, görək onu görür, yoxsa görmür. Deməli, ilk növbədə ping bağışlayın, səhv yazdım. Aha, onu görməyəcək, çünki shared tam olmuyor, həm də şəbəkədə yoxdur deyə. Driver məsələsinə gəlmişkən, dediyim kimi driver buradan görürsünüz standartlar var. Forums bizə ehtiyac yoxdur. Portlarımız var, printerimiz də var. Tamam. İndi gəlin bir dənə burada shared'ımız var da bizim srv.1 görək daxil olacaq. Shared papka. Baxın, gördüyünüz kimi burada artıq bizim printer ofisimiz var. Bəli, bu bunu görür. Open eləsəm, zaten o artıq belə əslində printerə daxil olmaq düzgün deyil. Bunu biz iki cür əlavə edə bilərik. Məsəl üçün, mən təzə əməkdaşam, bəli, və IT əməkdaşım, yeni gəlmişəm də, belə deyək. Və printerə əlbəttə ki, istifadə eləmək istəyirsiniz. Siz nə edə bilərsiniz? Siz kontrol panelə daxil olaraq ilk növbədə. Kontrol paneldə deməli view device and printers-da gördüyünüz kimi burada bizdə standartdır. Printer and scanners bölməsində görürsünüz, o yoxdur. Biz onu necə əlavə edə bilərik? Birinci variantımız add device edirik. Gördüyünüz kimi gəldi. Add device edirik. Artıq bu şəbəkədə shared olunub. Bu birinci variantı gördüyünüz kimi əlavə olundu, amma biz bunun heç bir resursundan istifadə edə bilməyirik. Çünki buna avtomatik manual olaraq scan edəcəksə, məsəl üçün full şəklində driveri, komponentləri falan yazılmalıdır. İkinci variant da odur ki, biz bunu manual IP ilə də əlavə edə bilərik. Gördüyünüz kimi onda print test page edə biləcək. Tamam, çap edə biləcək. Məsəl üçün bir adi bir sənəd dokument açaq, məsəl üçün açdıq. Tamam, məsəl üçün Ctrl P edirik. Ctrl P-də gördüyünüz kimi shared olan printerimiz var. Vokalda da olan da var.
Tamam, vurdıq get. Amma bu sadəcə çap məqsədi üçündür. Əgər həmin əməkdaş skaner falan, faksla işlədəcəksə, təbii ki, ona driverləri yazmaq lazımdır. O heç, o ilk növbədə. İkinci variant, məsəl üçün, əgər özü dartıb gətirməyəndə, siz ona manual olaraq IP-sini də əlavə edə bilərsiniz. Məsəl üçün, burada vuranda, evet, printer and scanner də əsası burada çıxmalıdır. Add device manual var burada. Add device manual eləyəndə gördüyünüz kimi burada siz həmən o shared folder adını da yaza bilərsiniz və yaxud da IP-sini də yaza bilərsiniz. Siz lokal printerlə də yaza bilərsiniz, ərlə də yaza bilərsiniz. Burada bir neçə cür variant da var, əgər tapmayanda. Məsələn, Find and Print Directory də eləyə bilərsiniz. Məsələn, görürsünüz, burada artıq bizdə print office var, o düz ona yetki lazımdır, o heç. Bu birinci variantın. İkinci variant da, məsəl üçün, təsəvvür edək ki, bizim IT-də 30 nəfər var. İndi bir gedib onları əd. İndi biri bacarır, biri bacarmır. Tamam, bunu indi təbii ki, vaxt aparan bir şeydir. İkinci variant da odur ki, qrup polisiyə daxil olduğumuz zaman, bir dəqiqə serverə keçək. Bu artıq gördüyünüz kimi read-dir burada. Aha, IP-si falan, driver versiyası da hazırdır. Artıq burada göstərir falan 5 məkan. Deməli, ilk növbədə biz nə edirik? İkinci variant üçündür. Yəni, məsələn, 100-dən çox adam var da. Qrup policy managementə daxil olduğumuz zaman, deməli, açırıq domenimizi. Aha, bizim burada polisilərimiz qalıb, köhnələrdən. Deməli, biz nə edirik? Create qpyo və bunun adını yazaq, məsəl üçün, printers. Aha, editə daxil olaraq, editdə biz user configuration'da, policies'də Windows settingimiz var bizim və orada deployed printerimiz var. Aha, açıq belə sizə eləyim ki, görə biləsiniz. Deploy printer. Gördüyünüz kimi, burada deyir ki, mən hansını deployayım? Təsəvvür ki, burada bizim 10 dənə də ola bilər, 15 dənə də ola bilər. Browse eləyirik network'ımızda. Gördüyünüz kimi, burada heç nə göstərmir. Niyə? Çünki biz print managementdə gördüyünüz kimi, burada deployed printers bölməsi var. Deployed printer eləmək üçün görürsünüz, burada belə bir söz var, printer. Deploy with group policy. Artıq bizim burada qovluğumuz gəlib. Gəlin onu kopyalayaq qrup polisiyə. Browse. OK elədik. Aha, gördüyünüz kimi artıq adı çıxdı. Printer Office 1 deployed. Tamam. Çox gözəl. İndi biz nə edirik? Print serverin üstünlüyü, yəni biz nə deməkdir? Mərkəzləşdirilmiş idarədir. Driver idarəsi klient PC-də driver problemi azalır. Bəzilərdir ki, yox, məsəl üçün, mənim skana ehtiyacım yoxdur, mənə ancaq çap lazım. Tamam, siz artıq driveri yazmırsınız. Artıq avtomatik özü dartıb gəlir. Çünki siz artıq print serverdə artıq driveri yazılıbdır burada. Yəni, uzun mərkəzləşdirilib. Audit tərəfindən baxanda kimlə çap etdi, izləmək olur. Məsəl üçün, zəng edirlər ki, çap eləmir. Baxırsan ki, driver yerində ping gedir, print spoiler yerində. Girib baxırsan ki, burada 100 dənə məsəl üçün kimsə vurub, ilişib qalıb. Tamam, siz buradan da onu open printer qoydan, tamam, burada hamısını Ctrl-A edib, delete edib silə bilərsiniz. Və yaxud da indi siz axı bilmirsiniz hansı əməkdaş 100 dənə vurub. Gəlib bir soruşmayacaqsınız ki, filan kəs sən vurmursan, çapa ilişib qalıb və yaxud nədir. Yəni buradan mərkəzləşdirilmiş elə bir yer var. Və QPO inteqrasiya daimi mühitində avtomatik qoşulma. Tamam. İndi gəlin belə bir şey deyək biz. Biz təzədən Ctrl panelə daxil oluruq burada. Control paneldə, deməli, gəlin bunu siləyib burada, görə silə biləcəyik. Remove eləyək, bunu da remove eləyək. Bizim printerimiz yoxdur, tamam. İndi CMD-yə daxil olaraq gp update /r edərək, bir dəqiqə, gp update force, özür istəyirəm. Update policy edirik.
Aha, computer policy has updated successfully. Tamam. İndi gəlin baxaq görək bu oturub GP result /r/scope user. Gəlin görək. Gördüyünüz kimi applied group policy object logo and printers. Bəli, götür. Biz nə edirik? Biz birinci log off edək. Buradan çıxırıq. Deməli. Daxil oluruq. Aha, gəlin kontrol panelə daxil olaq. On birlərdə 10 kimi deyil, kontrol panel biraz adama çətinlik və əziyyət verir. Mən burada domain kontrolü qoşmamışam ona görə. IT-yə mən printers qəpəosunu əlavə eləməmişdim deyə ona görə dağıtıb gətirməmişdi. Və bu açılana qədər mən print serverin təhlükəsizlik tövsiyələrini danışmaq istəyirəm. Deməli, print server qurduğunuz zaman çalışın domain kontrolü üzərində tövsiyə olunmur onu qurmaq. İndi biz sadəcə test mühitində demək olar ki, dərsləri aparırıq deyə hamısını bir server üzərində qururuq. Firewall portları isə 445-də SMB Simple Message Block. İstifadəçi icazələri məhdudlaşdırın. Bax, yenə dediyim ki, məsəl üçün HR şöbəsi gedib IT-nin məsəl üçün printerinə gedib daxil ola bilməz. O onun printeridir. Bu yalnız məsəl üçün fövqəladə vəziyyətlərdə tutan bu printer xərabsə, tamam, ona siz yetki verə bilərsiniz ki, daxil olunsun falan. Və print permissions konfigurasiyası print manage documents manager seçə bilərsiniz. Əsə PowerShell-la da siz quraşdıra bilərsiniz. Və yaxud da adi standart şeylə də quraşdıra bilərsiniz. Gördüyünüz kimi artıq burada bizim print serverimiz, print ofisimiz gəldi. Deployment olundu. Artıq burada da bu yerində və deployed da yerindədir. Gördüyünüz kimi. Artıq da burada driver falan yazmaya ehtiyac yoxdur. Görürsünüz? Özü install elədi. Всё. Bunu da biz default'a seçə bilərik. Məsəl üçün printer and scanner'də bunu bağlamışıq. Bəli, set as default edirik bunu. Burada printer space, printer properties'ə daxil ola bilər. Görürsünüz, burada portumuz məsəl üçün bizim öz avtomatik seçib. Shared down, shared exposure, type of printer. Biz artıq burada özümüz share edə bilmirik. Çünki bu zaten shared olmuşdu. TCP/IP port yerində. Burada isə advanced'dan düzdür. Spooler'da var, düzdür. Ehtiyac yoxdur. Test page vuranda və elementar bir hansısa bir sənədi vuranda bir dəqiqə Ctrl P-ni vurduğumuz zaman default gördüyünüz kimi bu gəldi. Birincisi bu gəlmir. Və printi vuraraq artıq gedir. Görürsünüz, now printing. Və buradan da görürsünüz, jobs. Buradan mən ucu baxa bilirəm ki, hansı əməkdaş nə edə bildi. Görürsünüz, printingdir, dolub. Mən bunu buradan da silə də bilərəm hətta. Deleting edirəm. Və bir xırda bir şey də sizə göstərmək istəyirəm. Mən məsələn, pause printing də edə bilərsiniz ki, heç kim çap edə bilməsin. Resume-də var. Görürsünüz, artıq sıfırdır. Və bir xırda bir detal mən sizə demək istəyirəm. Bunları bağlayaq hamısı. Məsəl üçün, adi helpdesk-ə, IT-yə gedəndə həmişə hər bir intervyuda belə bir sual verilir ki, təsəvvür edək ki, bir printer var, 4 dənə user var. Amma çap eləyirlər, çapa getmir. Bir istifadəçi çap eləyir, çapa getmir.
Baxırsınız ki, driver yerindədir, portlar yerində, ping gedir, qırılma yoxdur. Yəni soruşu var ki, nə edə bilərsiniz? Bəziləri deyir ki, hə, söndürüb, yandırıb düzəlmək. Tamam, onu da edir, düzəlmir. Bəziləri deyir ki, nə bilim, ezenti çıxardıb salmaq, o da düzəlmir. Həmişə bax bu sözü yanında saxlayın. Burada servisə daxil olduğunuz servisiz administratorla məsləhət olunur. Servisdə belə bir şey funksiya var. Print spooler. Bu yuxu kimi rejimidir. Yəni belə deyək, donub printer, yəni çap eləyirsiniz, getmir də. Belə deyək, port ayırırsınız falan 5 mega. Print spooleri verdiyiniz zaman, indi bax gəlin bir şey göstərəcəm mən sizə. Bax kontrola daxil oluruq burada. Burada bizim gözə printer opsimiz var da. Hal-hazırda aktiv göstərir. Gördüyünüz kimi 0 document include shared. İndi mən bunu bir dənə restart elədiyim zaman gördüyünüz kimi bax hamısı söndü. Print spooler, yəni belə deyək də, şok kimi yuxu verir, təzədən ayıldır onu. 1 dəqiqə ilə çəkə bilər, 30 saniyə çəkə bilər, kompüterin gücünə baxır. Print spooler verəndən sonra bunlar hamısı yavaş-yavaş elə bir ki, belə deyək, init olunur. Daxili bir restart gedir deyə və öz-özünə sonra gəlir. Hardasa bir 30 saniyə görsən not connected-dir. Bütün portlar hal-hazırda sönülüdür. Gördüyünüz kimi gəldi. Hə, bu ucu beyni boşaldı. Artıq siz çap eləsəz, həmən əməkdaşlar gedəcək. Yəni print spooler bunu mütləq yadınızda saxlayın ki, hər bir intervyuya gedəndə ən çox verilən suallardan biridir bu. Bu günlük bu qədər dostlar. İnşallah gələn dərslərdə görüşmək ümidi ilə sağ olun.